Musiqi insan mənəviyyatının qidasıdır. Əbədi və əzəli mənamız olan muğam isə bədii estetik aləmimizin psixoloji fəlsəfi dəyəridir. Lap əvvəllərdən muğam dildən dilə, ustad və şagird münasibəti nəticəsində gəlib bugünümüzə çatıbdır və bugün də qonağımız məhz belə ustadlardan biri Azərbaycan Respublikasının əməkdar artisti Babək Niftəliyevdir. Xoş gəlmişsiniz Babək. Çox sağ olun Pərvanə xanım. Təşəkkür edirəm. Hər zaman xoş günlərdə görüşək, xoş gününüzə gələk. Bizi izləyən tamaşaçılarımızı da salamlayıram. O taylı bu taylı Azərbaycanımızı salamlayıram. Qəribçilikdə yaşayan soydaşlarımızı salamlayıram. Buyurun. Bugün sizi dəvət eləmişiksə, təbii ki, söhbətimiz uşaqlara muğamın tədris olunmasından gedəcəkdir. Neçə ildir uşaqlara muğam tədris edirsiniz? Deməli, mən bir neçə təhsil ocaqlarında dərs demişəm. Özüm belə qeyd edim ki, 5 illik saz musiqi təhsilim var. 5 illik Gəncə 4 nömrəli musiqi məktəbini bitirmişəm. 4 illik Asəf Sənal adlı musiqi kollecini bitirmişəm. 4 illik Milli Konservatoriyanı bitirmişəm. 2015-ci ildən dərs deyirəm və çoxlu sayda tələbələrim olub və olmaqdadır. Hal-hazırda Milli Konservatoriya və Bülbül adına orta ixtisas musiqi məktəbində dərs deyirəm. Milli Konservatoriyamızda böyüklərlə dərs deyirəm. Bülbül adına orta ixtisas musiqi məktəbində isə 1-ci sinifdən ta 11-ci sinifə kimi dərs deyirəm. Təbii ki, bu dərs prosesləri belədir ki, illərin təcrübəsi var, illərin zəhməti var. Çünki bizlər ustadlarımızdan necə görmüşüksə, tələbələrlə necə çalışırlar və çalışırıq ki, o hər ustaddan öyrəndiyimizi artıq biz öz tədrisimizdə də o övladlarımıza, o gözəl balalara ötürək. Bilirsiniz ki, muğam şifahi keçirilir, yəni notsuz, filansız. Milli Konservatoriyamızda əsas dəstgahlar keçirilir, 7 əsas dəstgahlarımız olmalıdır və köməkçi muğamlar olmalıdır. Orada zərb muğamları tədris olunur. Ancaq Bülbül adına orta ixtisas musiqi məktəbində müəyyən sinifə qədər muğam keçirilir, müəyyən sinifə qədər mahnılar keçirilir, xalq mahnıları, bəstəkar mahnıları və böyüklərlə işləməyin də özünün bir çətinliyi var, körpələrlə işləməyin də özünün böyük bir çətinliyi var. İndi hər kəs müəllim ola bilməz. Çünki ifaçı olmaq olur, ifaçı ola bilərsə, amma müəllim olmaq çox həddindən artıq çox çətindir. Çünki bizim orada elə körpələrimiz var ki, 4 yaşından hazırlığa gələn körpələrimiz var. Məsəl üçün, 1-ci sinifdən qəbul olan. Çünki Bülbül adına orta ixtisas musiqi məktəbində ilk öncə bizim xalq artistimiz, dirijorumuz Teymur Göyçayevi salamlayıram, bizim rəhbərimiz və müəllim kollektivimizi salamlayıram. Orada belədir ki, körpələrlə işləmək daha çox çətindir. Çünki hər şagirdin öz dilində danışmalısan, hər körpənin öz dilində danışmalısan. Biz də çalışırıq ki, onların nazı ilə oynayaq. Elə səslər var ki, məsəl üçün, muğama belə deyim, yararlı səslərdir ki, məsəl üçün, ona tədrisdə, belə deyim, proqramdan öncə onlara muğamlar da keçirik. Amma elə şagirdlərimiz var ki, məsəl üçün, hələ onlara bəstəkar mahnıları keçirilir, proqram əsasında, xalq mahnıları keçirilir. Yəni, işləmək həmi düzdür, təbii ki, yoruluram, ancaq ki, bunlara baxmayaraq çəkilişlərimdir, dərs proseslərdir, ev problemləridir. Öz övladlarım da Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyurlar. Mehdi vokal janrında 1-ci Grand Prix'lərin qalibidir. Cavidan, o da muğam üzrə mənim tələbəmdir. O da 1-ci yer Grand Prix'lərin qalibidir. Və Ömər isə bizim son beşiyimizdir. O da ki, hələ ki müsabiqələrə çıxartmamışam, hələ ki 1-ci sinifdir. İnşallah ki, yolları açıq olar. Mənim çoxlu sayda gözəl tələbələrim var, səsli tələbələrim var. Çalışıram ki, kimlərdən nələrsə öyrənmişəmsə bu çağacan, o öyrəndiklərimin hər birini ötürəm o yeniyetmə körpələrimizə, tələbələrimə, şagirdlərimə
və Milli Konservatoriyada da ki, təbii ki, biz ustad sənətkarlarımızla çiyin-çiyinə çalışırıq və buradan ustadlarımızı da salamlayıram və rəhbərliyimiz Kamilə xanımı da salamlayıram, Milli Konservatoriyanın rəhbəri. Çox gözəl kollektivimiz var və bununla da, bu sənətlə də çalışdığıma görə mən qürur duyuram. Babək müəllim, sizin ustadlarınız Sərdar Bağırov, Məmməd Bağır Bağırzadə, Canəli Əkbərov olubdu və siz də Arif Babayev. Arif Babayev də olubdu və siz də təbii ki, öz peşənizdə onların yolunu da davam elətdirirsiniz. Bəs Babək Niftəliyev kimi öz cığırınız varmı uşaqları öyrənmək? Təbii ki, mən hər zaman tələbələrimə deyirəm ki, kimlər ki, sizlərin üzərində əziyyəti olubsa, və kimlər ki, sizin məndən öncəsi müəlliminiz olubdur. Məsəl üçün, musiqi məktəbindən gəlirlər, Milli Konservatoriyaya daxil olurlar və yaxud kollecdən gəlirlər, Milli Konservatoriyamıza daxil olurlar. Deyirəm, kimlər sizlərin üzərində əziyyəti olubsa, onları mütləq mənada adlarını qeyd eləməlisiniz. Çünki sizlərin ilk əlindən tutan müəllimlər olub. Bunu da mən öz tələbələrimə daşıyıram. Və mənim müəllimlərimə Allah qəni-qəni rəhmət eləsin. Gəncə Musiqi Məktəbində Sərdar Bağırov və Biləcəri 6 nömrəli Fikrət Əmirov adına 6 nömrəli Musiqi Məktəbində bizim mərhum sənətkarımız, xalq artisti, gözəl sənətkarımız, mahnılar, dillər əzbər olan Məmməd Bağır Bağırzadədən təhsil almışam. Asif Zeynal Adra Musiqi Kollecinə daxil olanda bizim usta sənətkarımız, muğamımızın çox gözəl bilicilərindən olan Professor Şöhrət Ordenli xalq artisti Canəli Əkbərovdan təhsil almışam. Və Milli Konservatoriyamıza daxil olanda bizim usta sənətkarımız Professor Şöhrət Ordenli xalq artisti Arif Babayevdən təhsil aldım. Və onlarla yanaşı bir çox müəllimlərdə özümü ustad hesab eləmişəm. Üzünü görmədiyim sənətkarlarımız var ki, Allah ruhlarını şad eləsin. Cabbar Qaryağdıoğlu, Keçəçoğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, yəni bunlarla yanaşı hal-hazırda dövrümüzdə yaşayan böyük sənətkarlarımızdan da necə deyim, bəhrələnirəm və gecə-gündüz araşdırmalardayım. Çox gözəl. Özünüzün açdığınız yeni bir cığır var mı? Təbii ki, mən tələbələrimə qeyd eləmişəm ki, birinci müəllim-tələbə münasibətlərində tələbə, şagird çalışır ki, müəlliminin yolunu davam etdirsin və sonra öz cığırı olmalıdır, öz izi olmalıdır. Çünki atalar misalı var ki, izlə gedənin izi qalmaz. Təbii ki, bu sənət də belədir ki, heç kimə bənzərliyin olmamalıdır. Sənin öz dəstə xəttin olmalıdır. Çünki bilirsiniz ki, bu şifahidir, bu bir növ qulaq asılır, öyrənilir. Ona görə belə deyim də, hər xanəndə bir rəssam kimi öz naxışlarını vurmalıdır. Öz o xalça toxuyan öz naxışlarını, öz fantaziyasını qurur. Xanəndə də elə o cürlə. Bayaq çox gözəl bir söz işlətdiniz ki, hər xanəndə bunu tədris eləyə bilmir, bacarmır. Siz necə oldu ki, pedaqoqluğa qərar verdiniz? 2015-ci ildə pedaqoqluğa qərar verdim ki, artıq mən tələbələrlə işləməliyəm və ona gücüm çatır, ona mənim savadım çatır və ondan sonra qərar verdim. Çox gözəl. Qrupla işləyirsiniz, yoxsa fərdi? Ya hər ikisi də var? Yox, fərdi dərslərim yoxdur. Sadəcə olaraq dərs günlərinə vaxtsa, o vaxtda biz dərsimizi tədris edirik. Mən diqqəti Bülbül adına orta ixtisas məktəbinə yönəltmək istəyirəm. Orada qrupda, uşaqlarda yaş məhdudiyyəti varmı? Yəni bir qrupda hamısı eyni yaşda uşaqlar olur, yoxsa qarşı? Xeyr, orada həm Bülbül adına orta ixtisas musiqi məktəbində, yəni adından məlumdur ki, həm orta məktəb var, həm musiqi məktəbi var. İkisi bir yerdə vəhdət təşkil eləyir. Ona görə orada məsəl üçün 1-ci sinifdə var, 2-ci sinifdə var, 3-cü sinifdə, 8-ci sinifdə, yəni ki, bax belə dəyişkənliklər var. Nə gözəl. Bəs bu uşaqlara muğamı tədris eləyəndə 7 şöbənin hansını ən asandır tədris eləmək? 7 dəstgahlar orada tədris olunmur. Kiçik həcmli muğamlar var ki, məsəl üçün zərb muğamları var ki, məsəl üçün Qarabağ şikəsəsi, Heyratı, Səma-i Şəms, Ofşarı, Arazbarı, Osmaniyə. Yəni bunları məsəl üçün tədris edirik Mənsuriyə
Yəni bunlar tədris edirik o kiçik həcmli olduğuna görə. Çünki biz o körpələri birdən-birə yükləyə bilmərik. Çünki onlar oranı bitirəndən sonra yəqin ki, Milli Konservatoriyaya və yaxud İncəsənət Universitetinə sənədlərini verəndə artıq o dəstgahlarımız, böyük iri həcmli dəstgahlarımız, 7 əsas dəstgahımız və köməkçi muğamlar var ki, onlar orada tədris olunacaq. Məsəl üçün, Bülbül adlı orta ixtisas musiqi məktəbində mən qatar muğamı keçirəm, kiçik həcmli muğamlardan, Şahnaz muğamı keçirəm, Bayat-Kürt muğamını keçirəm. Yəni, bax, bunlar birdən-birə tələbəni, şagirdi yükləmək olmaz. Çünki həm belə deyim, proqram əsasında olur. Həm də ki, o baxırsan, o şagird görürsən ki, artıq bunun canında istedad həddindən artıq çox gözəldir. Məsəl üçün, səsi 2 oktava yarımdır. Məsələn, tarın bütün şöbə güşələrini gəzirsə, tarın bütün pərdələrini gəzirsə, artıq biz ona, mən şəxsən öz metodikamla deyim ki, təcrübəmlə deyim ki, mən onlara daha da ağır muğamlar keçirəm. Çünki onu bilirəm ki, o həmin muğamın ötəsindən yetərincə gələcək. Bir də baxın, bu muğam sənətinə deyim də qoy. Çünki sənətdir həqiqətən də. Uşaqlar öz istəkləri ilə daha çox yönəlirlər, yoxsa bizim cəmiyyətimizdə olduğu kimi valideyn məcburiyyəti? Belə deyim də, gözəl sualdır Pərvanə xanım. Deməli, elə şagirdlər var ki, məsəl üçün, görürlər, indi sosial şəbəkədə təbii ki, buradan öz tələbələrim, şagirdlərim oradan paylaşırlar, kimisə qarşısına çıxır. Görür, deyir ki, mən də oxumaq istəyirəm. Amma elə valideynlər var ki, məsələn, deyir ki, mən istəyirəm ki, övladımı sizin yanınıza qoyum. Bir yoxlayasınız, görək səsi varmı, yoxmu? Təbii ki, mən onları, bizdə orada tar ifaçısı var, kaman ifaçısı var, nağara ifaçısı var və buradan da salamlayıram Hüseyn müəllimi, Hikmət müəllimi, Ruhullah müəllimi böyük əziyyətlər çəkirlər. Sağ olsunlar. Deməli, orada elə valideynlər, elə şagirdlər gətirir ki, övladlarını, elə sonra ki, nəvəsini gətirir. Baxıram ki, məsəl üçün, gözəl səsi var. Gözəl səsi var, ancaq ritmi yoxdur. Məsəl üçün. Artıq mən elə şagirdləri götürə bilmirəm. Eləsi var ki, ritmi gözəldir, səsi yoxdur. Bu da var. Məsəl üçün, onları yönləndirirəm ki, siz başqa peşədə daha yaxşı olar ki, özünüzü sınayasınız. Amma elə uşaqlar var ki, məsəl üçün, gəlirlər, cəhcəh vururlar. Artıq baxırsan ki, səs var, ancaq ki, xamdır, hələ ki, yolu yoxdur. Biz artıq onu göndəririk hazırlıq kurslarına və təbii ki, mənim də yanımda hazırlaşır bir neçə ay. Çünki Bülbül adlı orta ixtisas musiqi məktəbində imtahanla keçirilir. İmtahanla keçməsə ora yəni qəbul ola bilmir. Orada da fərqi yoxdur ki, bu Babək müəllimin övladıdır, bu filan kəsin övladıdır, bu filan xalq artistinin övladıdır. Teymur müəllim bir mənalı həmin uşaq oxumayan tələbəni, şagirdi həmən azad edir. Çox yaxşı. Yəni yaxşı səsli uşaqlar gəlir. Maraq çox böyükdür. Çünki bizim dövlətimiz tərəfindən çox böyük diqqət qayğı var. Heydər Əliyev fonduna təşəkkürümü bildirirəm. Mədəniyyət Nazirliyinə təşəkkürümü bildirirəm. Və ölkəmizin birinci xanımı, vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm ki, muğam müsabiqələrinin keçirilməsində və yayımlanmasında xalqımızda körpələrimiz üçün, övladlarımız üçün çox böyük diqqət qayğı var. Çünki biz o dəstəyi dövlətimizdən görürük. Bugünkü gündə fəxri adlarla təltif olunur sənətkarlarımız və o da əziyyətinin bəhrəsinə görə təltif olunur. Ona görə biz də çalışırıq ki, bu etimadı doğruldaq və öz üzərimizə düşən missiyanı yerinə yetirək, yetərincə, layiqincə tələbələrimizi yetişdiririk. Və lazım olan qədər də ölkəmizi bu vaxta kimi təmsil etmişik və bundan sonra da ki, təmsil edəcəyik. Biz də bundan fəxr eləyirik. Babək müəllim, elə sualıma qüvvət deyəcəm. Bəs Babək Niftəliyev necə öz həvəsindən gəlmişdi, yoxsa məcburiyyətlə? Babək Niftəliyev birinci, belə deyim, Kəlbəcərdə olan vaxtlarda 5 yaşım var idi. Biz 8 yaşında təbii ki, o məlum səbəblərə görə biz oradan köçəsi olmuşduq. İndi şükürlər olsun bugünkü günlərimizə ki, Qarabağımız işğaldan azaddır. Yenidən qurma işləri gedir. Allah təala cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza şəfa versin. Müzəffər Ali Baş Komandanımızı Allah qorusun. Mən orada
atam bir maqnitofon gətirmişdi və ilk dəfə aldığı kaset, audio kaset yadımdadır ki, Hacı Baba Hüseynovun audio kaseti idi və orada Hacı Baba Hüseynovun bir məşhur bir mahnı var idi ki, oxuyurdu, bərəyə bax bərəyə, nə üçün baxdın bərəyə, babamın parası yox məni evləndirməyə. Və onu mən artıq əzbərləmişdim. Və hər mən həyata çıxanda onu məndən böyük olan uşaqlar məndən onu istəyirdi və onu oxudurdular mənə. Və oradan həvəs yarandı. Sonra bilirsiniz ki, bizim elimiz, obamız, Kəlbəcər, gözəl diyar aşıqlarla, saza, sözə meyillik daha çoxdur. Bu da bizim ustad sənətkarımız Dədə Şəmşir. Allah qəni-qəni rəhmət eləsin. O bir yol qoydu və ondan sonraki sənətkarlar, hər kəs səsi olanlar aşıqlığa getdilər, xanəndəliyə getmədilər. Və mən sonra Sərdar müəllimlə birinci yox, sazla tanış oldum, saz düzəldildi mənə. Batur müəllim, Allah can sağlığı versin, bizi izləyər inşallah ki, Batur müəllim mənə bir saz düzəltdi. Çünki atam dedi ki, Babək əl çəkmir ki, məndən ki, mənə saz düzəltdir. Və o sazla başladım, 5 illik saz musiqi təhsilim oldu. Ondan sonra dedilər, yox, bunun səsi, aşıq səsi yox, xanəndə səsidir. Və sonra yönləndirdilər məni Sərdar müəllimin yanına və Yasəmən xanıma təşəkkürümü bildirirəm. Sonra Sərdar müəllim mənə məşğul oldu və sonra dedi ki, sən burada mən istərdim ki, sən Bakıya gedəsən, orada böyük sənətkarlarımız orada cəmləşib və bizim televiziya çəkilişlərimiz filan, sən orada daha çox inkişaf edərsən. Və orada bir müəllim də vardı ki, dedi, balıq dəryada böyüyər. Yəni ki, təbii ki, buna görə də mən dünyasını dəyişmiş ustadlarımın ruhu qarşısında baş əyirəm. Onlara Allahdan rəhmət diləyirəm ki, mənim üçün geniş çığırlar açdılar. Və 2005-ci il televiziya muğam müsabiqəsi başladı və bizlər oradan tanındıq. Bugünkü gündə üzdə olan 20 iştirakçının yarıdan çoxu efirlərdə olan, üzdə olan bizim yoldaşlardır, müsabiqə iştirakçılardır. Və artıq onlar fəxri adlarla təltif olunub, əməkdar artistlər. Bir daha dövlətimizə təşəkkürümüzü bildiririk. Bəli, biz də təşəkkür edirik. Biz uşaq olanda elə bilirdik ki, muğamı ifa edən də, qulaq asan da ancaq yaşlı adamlar olur. Amma bu müsabiqələr sayəsində muğama həm gənclərin, həm də uşaqların meyilliyi artdı və onlar da puxtələşməyə başladılar sizin kimi sənətkarların sayəsində. Babək müəllim, mənim məlumatım var ki, və bunu çoxdan bilirəm, siz öz tələbələrinizə müəyyən yaşa qədər el şənliklərində oxumağı qadağan edirsiniz. Qətiyyən. Eləmirsiniz? İcazə olmaz. Hə, bilirəm, ona məlumatlıyam. Bunu hansı səbəbə görə eləyirsiniz? Çünki bilirsiniz necədir? Bax, şagirdlərimiz var ki, keçid devri var, səsin keçid devri var, mutasiya dövrü var. Ona görə 13-14 yaş arasında oğlan uşaqlarla təbii ki, söz gedir. Oğlan uşaqlarında səs dəyişmə dövrü olur. Və onlar səslərini itirə bilərlər. Həmin zamanda həmin şagirdlər öz səslərini qorumalıdır. Təbii ki, müəllim həftədə 2 dəfə gəlirsə, 2 dəfə, məsəl üçün, deməklə deyil, onların ailəsi, atası, anası onun qidalarına fikir verməlidir, həyat tərzinə fikir verməlidir, soyuqdan, istidən qorumalıdır, qışqırmaqdan qorumalıdır, futbola çalışdığı qədər qoymamalıdır. Çünki bilirsiniz, səslə o şeylər alınmır. Məsəl üçün, mən onları ona görə qoymam. Çünki bu, haradasa çəkir 5 il, 4 il, elə şagird var ki, 6 il çəkir. Məsəl üçün, məndə 14-15 yaş arası səsim dəyişildi. Sonra 19-20 yaş arasında səsim açıldı. O müddətə kimi mən yay günlərində də şərflə gəzirdim. Yəni, maska ilə gəzirdim ki, səsimə təsir etməsin. Ya o müəyyən qidalar var ki, o olmaz, bu olmaz, bu olmaz, o olmaz. Bir dəfə birinə dedim ki, filan şey olmaz, mənə o olmaz, bu olmaz. Deyir, ağa qardaş, sən nə yeyirsən ki? Yəni ki, bax, belə qorumaqlar var da. Bax, elə dediniz, müəyyən yaş dövründə olan uşaqların, bayaqda vurğuladığımız kimi, səs dəyişənliyi olanda
dediniz diqqət eləməlidirlər. Konkret tövsiyəniz nə olardı o uşaqların özünə elə? Səs dəyişilmə dövründə 13 yaşdan sonra 13 yaşlarında bunların həssas dövrü başlayır. Səs dəyişilir və o müddətdə ancaq pəstən də olsa oxusunlar ki, çox silə qalxmasınlar. Təbii ki, birdən-birə qışqırmasınlar. Çünki onda səslərini itirə bilərlər. Bu da bir Allah Taala tərəfindən olan bir şeylərdir. Ya səs açılır, qorusan belə. Ya səs açılır, ya açılmır. Bu baxır onun genetikasına baxır, onun bilmirəm, bu möcüzəvi bir şeydir. Ona görə bunu açıqlamaq çox çətindir. Heç bunu alimlər də açıqlaya bilməyib. Ola bilsin ki, ya səs açıla bilir, ya açılmaya bilir. Amma sən onu hər ehtimala qarşı qorumalısan. Ona görə məsəl üçün məndə də tələbələr var ki, 8-də oxuyur, səsinin dəyişmə dövrüdür. 13-14 yaşları var. Məsəl üçün mən onları qoymuram çox sildən oxumağa. Tarda notları yendirirəm ki, onlar sərbəst oxusunlar. Pəstən də olsa oxusunlar, proqramdan geri qalmasınlar. Bir də mən məlumatlıyam bu barədə. Deməli, uşaqlara icazə vermirlər müəyyən yaşa qədər ələxüsus türk mahnıları oxumağa. Onun səsi hər hansı bir ziyanı olur. Mən qarmon təhsili alanda orada müəllimim uşaqlara elə deyirdi ki, yəni bacarırsınızsa Yox, başqa türk mahnıları oxumaq, vokal janrında oxumaq, caz janrında, estrada janrında oxumaq, ola bilsin müəllim belə deyim də, bəzi halda pastanovka dəyişə bilər. Səsin öz pastanovkası dəyişə bilər. Xanəndənin xanəndə pastanovkası var. Aşıqların quruluşu, oturaqlığı, səsin quruluşu. Məsələn, aşıqların səs quruluşu tamam başqadır, oxunuş tərzi başqadır. Məsələn, estrada da tamam başqadır. Ona görə Bəli, ona görə səs vokalda tamam başqadır. Ona görə səsin quruluşu dəyişə bilər. O nöqteyi nəzərdən. Aydındır. Babək müəllim, uşaqlarını muğam sənətinə yönəltmək istəyən valideynlərə tövsiyəniz nə olardı? Təbii ki, gözəldir. Çünki bizim ölkəni təmsil edəndə musiqi baxımından biz muğamla təmsil edirik ölkəmizi. Başqa bir janr desək, estrada o xarici ölkədə onun yetərincə gözəlləri var. Bizdə də təbii ki, gözəl estrada ifaçılarımız var. Vokal desək, İtaliya ağlımıza gəlir, onun vətəni oradır. Ancaq ki, muğamın vətəni yaxın şərqdir və ən gözəli də Azərbaycanda təkmilləşibdir. Bəli, çox doğru vurğuladınız. Və təbii ki, biz sizə təşəkkür edirik ki, bugün studiyamıza gəldiniz. Bundan ziyadə siz bizim keçmişimiz olan, indimiz olan muğamı da gələcəyə daşımağımıza kömək edirsiniz, ustad sənətkar kimi. Amma bu günlərim sağollaşmamışdan qabaq çox istərdim ki, Babək Niftəliyev öz ifasından tamaşaçılarımızla sağollaşsın. Çünki günah olar. Bir daha təşəkkürümü bildirirəm sizlərə, rəhbərliyə təşəkkürümü bildirirəm. İnşallah izləyiciləriniz daha da çox olsun və xalqımızı hər zaman sülh, əmin-amanlıq içərisində görək və Qarabağlı günlərimiz mübarək olsun. Oxuyaram. Özün kimi vüqarlıdır uca dağların, hüsnüne bir yaraşıqdır yaşı bağların. Bizimle bir başlamıştır güzel çağların. Yurdum yuvam məskənim sən Azərbaycanım. Anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycanım. Anam doğma vətənim sən Azərbaycanım. Təşəkkür. Var olun.